Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilərim. Hər birinizi səhərin bu gözəl sübh çağında salamlayıram. Gözəl qardaşlarım, gözəl bacılarım, səhərin bu gözəl çağında biz nə iş görə bilərik? Təbii ki, gözəl, müqəddəs bir xeyriyyə işi. Bəli, biz səhər-səhər bax tezdəndən durmuşuq. Biz bugün həyatımızda növbəti bir xırdaboynuzlu qurban niyyəti ilə heyvan kəsirik. Qurbanımızı Şəmkirli qardaşımız kəstirir. Qardaşına qurban deyib o niyyətlə. Bu videonu da çəkirəm ki, hər birimiz hər zaman olduğu kimi dualarımızı edəyin. Qurbanımızın Allah dərgahında qəbul olsun deyə hər birimiz dua edəyin. Bu iş isə Qaryağdı kişi həyata keçirdir hər zaman. Sevə-sevə neçə illərdir artıq Qaryağdı kişi bizim ayrılmaz bir dostumuz olub. Bu işi çox gözəl, sevərək həyata keçirdi. Sabahın xeyir olsun. Qaryağdı kişi, Allah sizə ömür, can sağlığı versin inşallah. Sağ ol, Allah sənin də köməyində dursun. Mənim bu əziyyətim, sənin çəkdiyin əziyyətlərin 5% deyil. Çünki sən ən ağır işlərin altına girmişsən, yaşa. Mən bunu gözümlə də görürəm, bu videolarda da izləyirəm. Ev tikmək, indiki vaxtda ev tikmək çox çətin işdir. Və həmişə çətin olur, ev tikmək həmişə çətin olur. İndi də bu bahalıq vaxtı lap ağır işdir. Bu ağır işlərsən də həmişə çox ağır yüklər altına girsən. Allah sağda can sağlığı versin. Bütün bu izləyicilərlə bərabər. Təşəkkür ederim. Qardaşlarla bərabər. Allah köməyin olsun. Qaryağdı kişi, buyur qurbanımızı. Amin Allah. Amin Allah. Qaryağdı kişi qeyd edir ki, çətin işdir. Mən deyərdim ki, çətin deyil. Pul göndərmək də hasaddır. Bunu çəkmək də, bunu nətər deyim. Bu işləri, əzizlərim, yerbəyer yerinə yetmək də hasaddır. Ən çətin iş bu videoya like verməkdir. Bu videoya rəy yazmaqdır. Ən çətin iş odur. Ən çətin iş odur. Bu videolara bir dənə rəy yazmaq, bir like vermək ən çətin iş odur. O insanlara deyirəm ki, Allah sizi yormasın. Bu çətin işi öz üstünə götürən insanlar var olun. Ən çətin iş sizin işinizdir. Bu hamıya aid deyil. Mən nə dediyimi yəqin ki, məni çox gözəl başa düşür bizim tamaşaçılarımızın bir qismi. O aktiv, daimi rəy yazıb, daimi videoları bəyənən insanlarımıza bu aid deyil. Videonu oturub izləyib, amma ürək eləyib, içindən bir hünər eləyib, bir dənə like verməyi, bir yorum yazmağı hələ də özünə ürək eləməyən insanlarımıza buradan deyirəm. Sabahınız xeyir olsun, gününüz uğurlu, bərəkətli olsun. O insanlara deyirəm, uca Allahdan bir arzum var. Allah sizlərə də güc, qüvvət versin. Allah sizlərə də bir gün hünər versin ki, siz də bir gün bax bu videolara bir rəy yazıb, bir like verəsiniz. Bilirəm, bu çətin işdir. Bu dildə asan gəlir. Nə var dildə deməyə? Asan gəlir. Amma bu həqiqətən çox çətin bir işdir ki, bir dənə durub yorum yazıb və bir like vermək. Bilirəm, çətindir, ona görə də heç çox da bu barədə istəmirəm sizi yoram. Ona görə deyirəm ki, Allah sizlərə güc və qüvvət versin ki, bir gün siz də o gücü, o qüvvəti özünüzdə toparlayıb deyəsiniz ki, artıq bugündən etibarən mən də başlayıram. Bir dənə like verəm, bir dənə rəy yazam inşallah. Bu təbii ki, bunu mən irona ilə deyirəm. Təbii ki, bu bir məcazi mənada səsləndirirəm. Yəni, ən çətin işi, bu işin ən çətin işi yardım etməkdir, pul göndərməkdir. İkincisinə qalan yerdə də bu işləri yerbəyer eləməkdir. Amma ən asan iş bu xeyriyyə işində
like verib, yorum yazmaqda onu isə edənlərin sayı demək olar ki, çox azdır. Yəni, hesab edin ki, bir canlıya 1000 manat yardımı yığırıq, amma 1000 layıqı yığa bilmirik. Bax, fərq, anormal bir fərq buradadır. Əziz dostlar, qeyri-bərabər bir fərq bundadır ki, ən asandı bacarmırıq, ən çətini bacarırıq. Bilmirəm, niyə belədir? Niyə belədir? Niyə bizim tamaşaçılar, izləyicilər, niyə bir gün gəlib bu mayovka əriyindən yeməsinlər? Keçək meyvələrimizdən geri eləmirəm, ya da qeybət eləmirəm. Hər kəs öz, necə deyimi, like verib, yorum yazıb, savab iş qazanmış olur. Kiməsə məcbur da etmək olmaz ki, sən gəl bu savab işi öz üstünə götür. Allah canlarını sağ eyləsin. Heç nə demirəm. Var olsun. Allahımız var olsun. Allahımızı hər zaman duacıyıq. Minnətdarıq o Allaha ki, Allah bizə hələ də 7 ildir ki, imkan verir, möhlət verir ki, ardı kəsilmədən, fasilə vermədən bu xeyir işlərini görürük. Deməli, bu Allahın bir lütfüdür, Allahın bir bizə verdiyi imkandır. Şükür onun varlığına, şükür onun böyüklüyünə. Baxanlar da, izləyənlər də sağ olsunlar, Allah hər birinə ömür versin. İnşallah Qaryadakı heyvanımızı hazırlayana qədər mən də gedib çəkilişimizi çəkəcəm. Video çəkilişimizi Emin qardaşın evindən bərabər bağlı çəkəcəm. Həm də ustalarımız material tapşırıb. Nə bilim, şurubdur, əqrəbdir, müəyyən xırda-xuruş işlər var. Onları eləməliyəm. Ona görə də videomuzu, yəni burada ardı çəkilməyəcək. Heyvan inşallah kəsilib, yəqin ki, doğranma prosesinə gəlib çataram, bəlkəm də gəlib çataram. Allah qəbul eyləsin. Hər birinizdən xahiş edirəm, bir neçə gün əzizlərim, bax, bugün Arif Əfəndiyə kömək göstərəyim, maddi kömək göstərəyim. Arif Əfəndinin evinin, deməli, mətbəx mebelinin paltar yuanı və soyuducusu alınsın. Bir problemimiz də var. Belə geçsə deyəsən, Arif Əfəndinin evinə stul dəsti ala bilməyəcəyik. Bir balaca bacımızın maddi problemləri var, sıxıntıları var o səbəbdən. Bugün hesabda almalıydı, amma bir balaca maddi sıxıntılar buna imkan vermir. Kimin ürəyindən keçər, kim istəyərsə Arifin evinə bir stul dəsti almaq buyursun. Bizə bir zəng, bizi bir sevindirsin ki, mən Allah'ım Arifin evinin stul və stul dəstini. İnşallah biz də sevə-sevə alıb, aparıb çatdıraq. Səhərin gözəl mənzərəsini çəkilir sizlərə. Heç olmasa bu mənzəriyə, bu yaşıllığa bir balaca qiymət verin. Müəyyən insanlara deyirəm. Heç olmasa bu təbiətin bu gözəlliyinə bir qiymət verin. Vallahi ən asan şeydir. Buran haqqı adamına heç nə olmur, Allah'ın da olsun. Adam var, ürək eləmir. Deyir, nətər birdən ikiyə paraşutdan düşməyən adam, qorxuram. Allah'ın da olsun, qorxulu heç nə yoxdur. Bax, inanmırsınız, rəy yazanlara, layık verənlərə yazın. Bilirəm, qorxursuz ki, ay Allah, birdən ikiyə göyün 5-ci qatından necə mən paraşutdan yerə düşüm. Bilirəm, bu qədər sizə çətin bir, qorxulu bir haldır. Amma and ol Allah'a qorxmayın. Bax, inanmırsınız, Fərqanə bacıdan soruşun. İnanmırsınız, Mətanət bacıdan soruşun. İnanmırsınız, o qədər rəy yazanlar var. Soruşun, deyin, bax, biz də rəy yazsaq, layık versək. Çox qorxulu şeydir. Quran haqqı heç bir qorxusu yoxdur. Yəni, dəfələrlə özüm sınamışam. Heç bir qorxusu yoxdur. Sadəcə olar cəhd eləyin. Cəhd eləyin, bəssalam. Cəhd eləsəniz, görəcəksiniz ki, nə gözəl şeymiş. Asan bir şeymiş. Biz də neçə ildir risk eləmirik ki, birdən layık verib. Birdən rəy yazarıq, başımız gicəllənər, nəsə cibimizdən pul gedər. Pulsuz şeydir də. Həyatda ən pulsuz şey
Yeganə həyatda deyirlər, pulsuz indiki zamanədə adama salam da vermirlər. Götürəndə elədir. Amma indiki zamanədə yeganə pulsuz şey like verməkdir, bir də yorum yazmaqdır. Əgər bunu da istəsəniz gəlib əzgilimiz də yetişir. Bir yaşı əzgil də yeyə bilərsiniz. Problem yoxdur. Problem yoxdur. Üzümümüz də boldur. Gəlib bol-bol meyvələrimizdən dərə bilərsiniz. Bax belə, mən də çalışdım ki, videomuz 10 dəqiqəni atlasın. Çünki 10 dəqiqə tamam olmayanda YouTube'da puldan zaddan vermir. Ona görə də çalışdım 10 dəqiqə edim. Bunu da bacardım. Əvvəldə biliriz də qapı balacaydı, çəp idi, amma indi standarta ölçüyə salmışıq. Genişliyi də görürsünüz. Yəni sərbəst görürsünüz, maşın dayanır. Əvvəl amma bu maşını burada saxlamaq üçün, bax bu maşın burada dayanmağı üçün mütləq şəkildə bura bir dənə ispişka karabkası qoymalıydım. Yəni bax bir belə, iki barmağın arası lazımdır ki, maşın gələ burada dayana, darvaza örtülə. Darvaza buradaydı da yadınıza gəlir. Baba. Darvazanın yeri buraydı. Bax beləsinə çəp gəlirdi. İndi maşallah çox genişdir. Nəyin sayəsində? Sadəcə olaraq çəpliyi düzəltdik. Bax, o vaxtki qonşumuzun yanlışlığı bizə əziyyət verir. Amma mən əksinə qonşumuzun da uçan, aşan barısını kökündən yenilədim. Ki qoy qonşumun da zaboru düz olsun. Bax bu küçəni, bax bura çalaydı əzlərim. Yağış yağanda bax biz tərəf hündür idi. Bax biz tərəf. Yağış yağanda bütün yağışın gölü gəlib yığışırdı burada çalada. Qonşumuzun qapısı, uşağı, nəvəsi gedəndə ayaqları olurdu su. O vaxtı qrabillərdə nəsə qonşum istəmədi. O vaxtı hələ neçə il bundan qabaq. Bax bu zaborda Allah'a uçurdu. Uşaqlar bu durbanın üstü oynuyordu. Bax buradan partlamışdı. Elə bir yüzü bəri idi. Darvaza yüzünü asırırdı. Onu da elət dedik. Halal xoşlar olsun. Mamam dində dumuşqasıdır, darvazasıdır. Buranı da eləmişəm, bax belə gözəl bir meydançıq. Hələ bura əlavə olaraq 2 ya 3 maşında demişəm, yumuşaq qrabil gələcək. Görürsünüz əllərim. O şey bir koma yeri, oradan bu istiqamət hələ çökəkli var. 3 maşın verilib, yəni darvazanın o betonu ilə bərabər. Ondan sonra üstündən də bax bu nazik şey beldən verəcəm. Bura olacaq stadion. Yəni yaşıllıqla. İndi belə qara görsənir, amma bunun hamısı olacaq yaşıllıq. Çünki bura yeri çayırdır. Buranın nə qədər də daş, beton da töksən, bura çayır çıxacaq. Olur dümbələm düz yer. Bax kim gəlir küçəyə, toyba. Bax istəyir qonşuya, istəyir bizə, istəyir anamdırlar. Gələn maşınlar o qədər rahat sönür, deyir Allah köməyiniz olsun. Bax küçə belə olar. Rahat şəkildə adam gəlib dönüb sönə bilir. Adam da var küçəni daraldı. Sağ olsun qonşum Elvin də. Öz hasarını bax açıq idi bura. Çəkdi. Bax burada küçənin uşaqları futbol oynayırdı. Top atırdılar, top gedib düşürdü məhliyə. Məcbur idi ki bir də qonşunun qapısını da. Amma indi hasar var deyə rahat oynayırlar. Bu da bedana tutumuzdur. Əziz dostlar. Bax qəşəng bal kimi tut. İri tutdu. Yəni əsl yeməyə dəyən tutdu. Nubarını eləmişəm, gözəldir. Bax belə Güllana da inəklərini bağlamaqdan gətirir. Sabahın xeyir. Yorulmayasan, Allah ömür versin bütün analarına. Amin Allah. Allah can sağlığı versin. Teşekkür ederim Güllana.
Bu da əzizlərim, yəni Məhəmməd Ustanın əl işidir ha. Məhəmməd Usta sadəcə olaraq köhnə darvazamızdır. Köhnə darvazamızdır. Yəni burada qeyri-adi heç nə olmuyor. Köhnə darvazadır. Komprestorla, yəni kraska vurub bir də əlavə bəcəklər qoymuşuq. Hörgü də Dünyamın əl işidir. Dünyamın öz işini severəkdən görür. Əssalam. Stiyəşqanda Məhəmməd Usta, Fəzali Usta, yəni komandamız vermişik. Yəni genişliyi görürsünüz. İndi burada Allah qoysa ehsan verəndə, nəsə bir tədbir olanda açıq havada, yəni yağış yağmadığı halda, sərin havada burada da sərbəst bir 40 nəfər, 50 nəfər oturur, sərbəst yeyib içə bilər. Belə əzizlərim, inşallah çəkilişimi yekunlaşdırıram və gedirəm Emin qardaşın evindən gedən işləri sizlərə göstərəm. Özünüzə yaxşı baxın. Allah qurbanımızı qəbul eləsin. Qurbanımızın paylanması isə ikinci və yaxud üçüncü videomuzda, yəni addelini əlavə bir videomuz qurbanın kimə pay ediləcəyi barəsində olacaqdır. Sağ olun, Allah razı olsun hamınızdan.